Subhanahu wa Taala Kerim olan kitabında buyurur ki, hansı ki bu oxuyacağım ayə Kur'an-ı Kerimdə ən axırıncı ayədir ki, nazil olub. Buyurur ki, Subhanahu wa Taala وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ. El-Bəqara suresi 261. ayə. Özür istəyirəm, 281. ayə. Allah Subhanahu Teala buyurur ki: "Vattaku yawman turcaun fihi ila Allah." O gündən qorxun ki, o gün döndəriləcəksiniz Allahın huzuruna. Sonra sizin etdikləriniz sizə veriləcək bütün şəkildə. Yəni bir mənada bu dünyada nə etmisinizsə, nəyi qazanmışsınızsa, mükafatlarınız sizə veriləcəkdir. Və hum la yuzlamun, və onlara zülm olunmayacaq. Bu ayətin şərhinə keçməmişdən öncə, bu ayət haqqında danışmamışdan öncə başqa bir ayəti xatırladım bunu oxuyarkən. Hansı ki, qiyamət günü günahkarlar öz kitablarını əllərinə alarkən deyəcəklər ki, "Yə veylətənə, vay olsun bizə, mə li hədəl kitabi, la yuğadiru sagiratan və la kəbiratan illə əhsahə." Vay olsun bizim halımıza, bu necə bir kitab idi ki, nə kiçiyi nə böyük gözdən qaçırmadan hamısını qeyd etmişdir. Sonra bu ayətin sonunda da elə Allah Subhanahu wa Taala buyurur ki, Rəblərini zülm edən görməzlər və yaxud Rəbləri onlara zülm etməz. Bu ayətləri oxuyanda nəyi başa düşürük? Onu başa düşürük ki, insanlara heç vaxt zülm olmayacaq. Qiyamət günü Allah Subhanahu wa Taala tərəfindən insanlara heç vaxt zülm olunmaz. Nəyə görə bunu təkrar deyirik, oxuyuruq, dərslərdə xatırladırıq? Ona görə ki, insanların, Subhanallah, bəzən görürsünüz ki, Allah haqqında zənni yaxşı olmur. Hüsn-i zəndə olmurlar. Elə fikirləşirlər ki, onların etdikləri əməllər müqabilində onlara nələr verilirsə, nələr verilmirsə, orada sanki biraz naqisliklər baş verir. Həşə, bu Allahın nizamında bu cür ola bilməz, Subhanahu wa Taala. Sən nə etsən, onun əvəzini alacaqsın. وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ. O gündən qorxun ki, Allaha qaytarılacaqsınız. Və sizin etdikləriniz tam olaraq sizə veriləcək. Etdikləriniz tam olaraq sizə veriləcək və orada heç vaxt zülm olunmaz. Allah Subhanahu wa Taala zülmükar deyil. Həşə, Subhanahu wa Taala. Sonra başqa bir ayəni yenə yeri gəlmişkən onu da xatırladaq. Allah Subhanahu wa Taala insanlara xitab edir. Ümumi insanlar haqqında danışır. İnnallaha la yazlimun nase şey'a velakinnen nase enfusahum yazlimun. Subhanallah. Allah Subhanahu wa Taala heç kəsə zülm etməz. Fikir verin burada. İnnallaha la yazlimun nase. En-nas ərəb dilində insan sözünün cəmidir. Baxın ki, orada Allah Subhanahu wa Taala demədi ki, Allah möminlərə, müsəlmanlara zülm etməz. Dedi ki, İnnallaha la yazlimun nase. İnsanlara heç vaxt zülm etməz. Velakinnen nase enfusahum yazlimun. Lakin insanlar özlərinə zülm edirlər. İnsanlar özlərinə zülm edirlər. Ona görə insanlar nə görərsə, nə taparsa bilsin ki, nədir? Özünün nəfsindəndir. Sonra yenə Qudsi hədisdə Əbu Hureyra radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemdən, Peyğəmbərimiz də sallallahu aleyhi ve sellem öz Rəbbindən rivayət edir bu hədisi, hansı ki ilahi hədisdir. Hədis uzundur. Bizə lazım olan şahid hissəsi barakallahu fikum. Fəmən vəcədə xayran fəliyəhmədilləh. Kim xeyir taparsa Allaha həmd etsin. Və mən vəcədə qayrə zəlikə fələ yəlumənə illə nəfsə. Kim də bundan başqa bir şey taparsa öz nəfsindən başqa heç kəsi qınamasın. Öz nəfsindən başqa heç kəsi qınamasın. Və aleykumselam və rahmetullah. Ona görə barakallahu fikum əziz qardaşlarım, bu birinci məsələ. Bilmək lazımdır ki, Allah Subhanahu wa Taala'nın mizanı, tərəzisi adildir, adillikdir. Heç vaxt Allah Subhanahu wa Taala nədir? Zülm etməz. Adillik dedim, yadıma bir şey düşdü. Baxın, Subhanallah, Allah Subhanahu wa Taala adildir. Allahın adil sifəti var. Lakin Allah Subhanahu wa Taala qulları ilə rəhməti ilə müamilə edir. Diqqətli olun, bu məqam mühüm məqamdır. Allah adildir, düzdür.
Lakin Allah subhanahu wa ta'ala bizlərlə öz rəhməti ilə müamilə edir. Ona görə belə dua etmək olmaz ki, Allah mənimlə öz adilliyinlə müamilə et. Demək lazım ki, Allah mənimlə öz rəhmətinlə müamilə et. Çünki subhanallah, Allah bizimlə adilliyi ilə müamilə etsə, insanlardan yer üzündə heç kim qalmaz, məhv olar bütün insanlar. İnsanlardan yer üzündə heç kim qalmaz. Çünki Allahın bizə etdiklərinin müqabilində biz Allaha qarşı nə cür qulluq edirik. Əslində bu qulluq mövzusu elə bir mövzudur ki, subhanallah. Heç vaxt nədir? Bunu tam %100 şəkildə heç kim çatdıra bilmir. İllə mən rahimə Rabbi. Rəbbimin rəhm edən qullarından başqa. Bunları bildikdən sonra ki, məsələ bu yerdədir və bizdən öncəki sələflərimiz də rahiməhumullah radiyallahu anhum bu günün qorxusundan qorxurdular. Əslində mövzumuz bu ayətlərin ətrafında deyil. Sadəcə olaraq ayətləri oxumaqda məqsəd odur ki, bizdən öncəki sələflərimiz öz nəfslərini ittiham edirdilər. Öz nəfslərini ittiham edirdilər. Nəydə ittiham edirdilər? Nəfslərinin, yəni bir mənada salih olmamağında, nəfslərinin Allaha qarşı günahlarında, hansı ki o günahlar ki edirdilər, o günahlardan qorxurdular. O günahlardan qorxurdular. Nəyə görə qorxurdular? Elə biraz öncə oxuduğumuz ayətlərə görə. Onlar anlamışlar ki, Allahın qatına, Allahın dərgahına qayıdacaqlar və etdikləri əməllər onlara ərz olunacaq. Elə buna görə nə edirdilər? Misal üçün, Sufyan Əs-Səvri rahiməhullah böyük tabeinlərdən idi. Sufyan Əs-Səvri, bir də Sufyan Üyeynə rahiməhumullah. Mən danışdığım Sufyan Əs-Səvridir. Hansı ki, böyük tabeinlərdən və böyük dağ alimlərdən idi. Rahiməhullah. Həmişə cibində bir vərəqə gəzirirdi. Cibində bir vərəqə gəzirirdi. Bu vərəqənin üzərində yazılmışdı ki, bir günləri elə olur ki, bu vərəqə düşür, itir cibindən. Onun dostları, yaxınları, tələbələr bu vərəqəni tapır. Sizcə o vərəqənin içində nə yazılmışdı? Yazılmışdı ki, ya Sufyanu təzəkkər vuqufəkə beynə yədəyilləh. Subhanallah. Ya Sufyanu təzəkkər vuqufəkə beynə yədəyilləh. Ey Sufyan, Allahın qarşısında duracağın günü xatırla. Ey Sufyan, Allahın qarşısında duracağın günü xatırla. Sizcə Sufyan rahiməhullah niyə görə o vərəqəni yazıb cibində gəzirirdi? Hər bir gündən bir və yaxud bir gündə 2 dəfə və yaxud 2 gündən bir o vərəqəni çıxardıb oxuyurdu. O anlamışdı o bayaqki, hansı ki dərsin önündə oxuduğumuz ayətləri. وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ Bu ayəti anlamışdı. Həmçinin Ya veyletena ma li hadal kitabi ayətlərdə keçən kimi vay bizim halımıza bu necə bir kitabdır. Bunları bilirdi və Allah Subhanahu wa Taala'nın qulu olduğunu yaxşı şəkildə anlamışdı. Sonra bilirdi ki hesab günü var və bilirdi ki onun da nəfsi ona pislikləri əmr edir. Hansı ki Allah Subhanahu wa Taala nəfs haqqında xəbər verəndə buyurur ki İnnən nəfsə ləəmmaratun bis-su. Gəlin burada bir dənə ayətlə hədisi rabit edək. Bir-birinə calayaq və bu haqda düşünək. Subhanallah. Allah Subhanahu wa Taala buyurur ki İnnən nəfsə ləəmmaratun bis-su. Burada 2 dənə tevkid qaydası var bu ayədə. Ərəb dilində, ərəb dili qrammatikasına görə 2 dənə tevkid qaydası var. Tevkid nə deməkdir? Cümləni daha da möhkəmləşdirir. Cümləni daha da möhkəmləşdirir məna baxımından, bəlağat baxımından. Oradakı birinci tevkid innədir. Ərəb dili bilən qardaşlar bilirlər. İkinci də nədir? Ləmut tevkid, ləəmmaratun bis-su. Həqiqətən nəfs insana pislikləri əmr edir. Həqiqətən nəfs insana pislikləri əmr edir. Və həmçinin Peyğəmbərimiz də sallallahu aleyhi və səlləm məşhur olan hədis, hansı ki siz də səhər axşam zikirlərində bu duanı edirsiniz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki Ya hayyu ya qayyum. Allahı çağırır Subhanahu wa Taala. Allahın bu adlarıyla, hayy olan, qayyum olan adıyla. Ya hayyu ya qayyum. Bi rahmetika astaghiithu aslah li shani kullahu ve la takilni nefsi tarfata ayn. Subhanallah. Allah'a dua etdikdən sonra, Allahı çağırdıktan sonra, hansı ki Allah'a dedikdən sonra ki Allah'ım bütün işlərimi səhmana sal, sonra axırda nə deyir? Və la takilni nefsi tarfata ayn.
nəfsimlə məni bir göz qırpımı qədər təkbətək buraxma. Bu kimin duasıydı? Muhammed sallallahu aleyhi ve sellem. Hansı ki o Muhammed sallallahu aleyhi ve sellem keçmiş və gələcək günahlar bağışlanmışdı. Buna baxmayaraq nədir? Nəfsi ilə bir dəqiqə yox, bir gün yox, bir il yox, bir ay yox, bir göz qırpımı qədər təkbətək qalmaq istəmir. O bilirdi ki sallallahu aleyhi ve sellem nəfsi ilə təkbətək qalan kimlədir? Şeytan ona vəsvəsələr edəcək. Və bilirdi ki Allah subhanahu wa ta'ala kitabında xəbər verib ki İnnən nəfsə ləəmmaratun bis-su. Əslində bu ayətlər ona nazil olur. Nəfs insana pislikləri əmr edir. Sufyan da rahimehullah, Sufyan Səvr rahimehullah bilirdi bu məsələləri. Yəni nəfsinin ona etdiyi tuğyanı, nəfsinin ona etdiyi pislikləri, vəsvəsələri bilirdi. Ona görə deyir ki, ya Sufyanu təzəkkər, xatırla, vuqufəkə, yəni bir gün o gün gəlib çatacaq ki, sən nədir? Allahın qarşısında dayanacaqsan, Allahın qarşısında dayanacaqsan. Ata Əs-Süleymi rahimehullah o da tabeinlərdəndir. Düşünün ki, subhanallah, külək əsirdi, yağış yağırdı, evinə girirdi. Evinə girirdi, əhlinə deyirdi ki, bu külək, bu yağış mənim günahlarım səbəbindən əsir, subhanallah. Mənim günahlarıma görə yağır. Deyirdi, kaş ki bir dənə ata dünyasını dəyişərdi, bütün insanlar deyə rahatlaşardı. Ata bilirsiniz kim idi? Allahu Akbar. Rahiməhumullah. Onlar dağ alimlər idi, dağ. Dində, yəni möhtəbər, bilinmiş, tanınmış, rahiməhumullah. Həm elmləri ilə, həm təqvaları ilə, həm ibadətləri ilə. Bu cür alimlər qorxurdular, subhanallah. Deyir, kaş ki ata ölərdi, deyir. İnsanlar dincələrdir. Bax, mənim üzümdən deyə bax, külək əsirdir. Tufan qalxıb. Mənim üzümdən bu cür lehsan yağış yağır. Baxın, sələflər, rahiməhumullah, nə cür qorxurdular, subhanallah. Qorxurdular nəydən? Qorxurdular günahlardan. Ya Sufyanu, bunu əzbəriyək. O elə belə şey deyil. Yadıma gəlir, özümün başıma gələn bir əhvalat. Allah sizlərdən razı olsun. Bir günləri bir yerə getməliydim. Gedəcəyim səfər hansı ki məşəqqətli bir səfər idi. Müəllimlərimizdən, şeyxlərimizdən birindən nəsiyyət tələb etdim ki, bir tövsiyə edərsən, bir nəsiyyət edərsən ey şeyximiz. O şeyx mənə dedi ki, əgər bacarırsansa, 2 dənə ayət var Quran-ı Kərimdə. Onları sənə deyim, yaz vərəqdə, gəzdir zibində. Bu səfər müddətində hər dəfə o vərəqlərə bax. Bir gündən bir, 2 gündən bir, subhanallah. وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى. Bu ayətləri oxudu şeyx. Həfizahullah. Kim Rəbbinin qarşısında dayanacağı gündən qorxarsa, bu qorxuyla öz nəfsinə, nəfsi istəklərini haram edərsə, öz şəhvətlərini, nəfsi istəklərini haram edərsə, فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى. Onun məkanı cənnət olacaq. Onun məkanı cənnət olacaq. Fikir versin, subhanallah. Şeyx, Allah onu qorusun, dedi ki, bacarsan bu ayətləri yaz və cibində gəzdir. Cibində gəzdir. Ona görə sələflərin, keçmiş insanların həyatına baxanda, onlardan birinin Allahın qarşısında cavab verməyindən qorxması və həmçinin əməllərinin də qəbul olunmamasından qorxması. Əməllərinin də qəbul olunmamasından qorxması. Yaxşı, indi biz bunları bildikdən sonra və həmçinin bildikdən sonra ki, o insanlar bu cürünə Allahdan qorxurdular, Allahın qarşısında cavab verməkdən, həmçinin əməllərinin qəbul olmasından qorxurdular və həmçinin Allahla qarşılaşacağı gündən qorxurdular. İndi hər kəsin özünə sual versin. Burada olan qardaşlar hamımız sual verək ki, bizim halımız nədir? Sual verək, arxasında da nida işarəsilə. Və sualın cavabını Allah hamını yaxşı tanıyır. Subhanahu wa ta'ala. Özümüzə verək ki, bizim halımız nədir? Bizim halımız bax bu günlər bu telefonlarla nədir? Telefonları götürəndə Sufyan Səvri kimi, rahiməhullah kimi deyirik mi? وَذَكَّرْ وُقُوفَكَ بَيْنَ يَدَيِ اللّٰهِ يَا عَمِيد. Məsələn, ey Amid, Allahla qarşılaşacağın günü unutma. Ey Əhməd, ey Muhammed. Hər dəfə bu telefonları götürəndə, bu knopkaları basanda, yəni xəbərlər adından, orada üzr istəyirəm ifadəmə görə, sinəsi başı açıq qadınlar görəndə, subhanallah, bunlar boşu-boşuna getmir. Vallahi, bunlar yazılır. Bunlar yazılır və bir günləri bunun əvəzini vermək olacaq. Bir gün vaxt gəlib çatacaq. وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ. O gün gəlib çatacaq, vallahi ki.
Heç nə boşu-boşuna getmir. Bu ahirətdə olan məsələlər. Və həmçinin bu dünyada olan məsələlər də. Elə fikirləşməyək ki, etdiyimiz günahlar boşu-boşuna gedir. Vallahi, billahi, tallahi. Ola bilsin ki, hər hansısa bir günahımız Allahı qəzəbləndirər Subhanahu wa ta'ala. Və sonra Allah Subhanahu wa ta'ala bizdən üz döndürər. Sonradan da istənilən şübhə rahat şəkildə o qəlblərə daxil olur. Rahat şəkildə. İnsan elə fikirləşməsin ki, günah edir, silinir, gedir və yaxud yazılmır. O günahlar hamısı yazılır bir-bir. Vallahi, o günahlar məli həzəl kitab. Necə oxuduq ayətlərdə? Necə bir kitabdır? Lə yuğadiru sagiratan və lə kəbiratan. Nə kiçik, nə böyük gözdən qaçırmadan hamısını qeyd alır. Subhanallah. Subhanallah. Ona görə istərsə kişi, istərsə qadın. Və bu telefonlara görə Allahdan qorxmaq lazım. Bu telefonlar bu illər fəsaddır. Fəsad. Vallahi elə açan kimi, hansısa bir dərsə baxmaq istəyən kimi, hansısa bir kanala girmək istəyən kimi, hansısa bir səhvəni açmaq istəyən kimi yüzlərlə fəsad da Allah var. Yüzlərlə haramlar var sizdə. Bu hər dəfə sən kəpsəni basanda, knopkanı basanda, bax ki, bu barmaqlar yazılır. Barmaqların da şahidləri var. Qiyamət günü əllər danışacaq. Dərilərimi şahidlik edəcək. Ehtiyatlı olmaq lazım. Ehtiyatlı olmaq lazım. Bu son dərəcə ki. Təzəkkər vuqufəkə, ya Sufyanu. Hər dəfə götürəndə bunu xatırla. De ki, özünü xatırla. Allahdan qorx. Allahın haramlarını tapdalama. Subhanallah, bu günlər bu o qədər böyük fəsad olub ki, subhanallah. Ailələr dağılır, Allah'a. Qadınla kişini ayırır. Uşaqlar atasız qalır bu telefonlara görə. Uşaqlar anasız qalır. La ilahe illallah. Ya bu qədər əhəmiyyətli bir şeydir bu. Bu qədər bu əhəmiyyətli bir şeydir ailələrdə bu günləri. Allahu Akbar. Məsələ gəlib o yerə çatıb ki, bir neçə gün bundan öncə, yəni qardaşlarımızdan biri soruşur. Kimsə bir qardaş evində, ailəsində, üzr istəyirəm, yoldaşına deyib ki, nə deyirlər buna, Instagram deyirlər, nə deyirlər? Onu sil telefonu, o da deyib, sən sil, mən də silərəm. Əuzu billah. Bu nədir qardaş? Bu nə məsələ? Bu məsələlər müsibət. Bu bilirsiniz hamısı nəyə görədir? Ona görə ki, vaxtında elm öyrənməmək, Allahın dinini öyrənməmək, evdə Allahın dinini tətbiq etmək lazım. Evlərdə qadın da, kişi də Allahın dinini öyrənməlidir. Əl-ələ verməlidir. Bizim uşaqlarımız var, subhanallah. Sabah bizim bu uşaqlarımız cəmiyyətin yetişdirmələri olacaq. Sabah cəmiyyətdə gezəcəklər. Bu uşaqların qədrini bilmək üçün ata da, ana da məsuliyyət daşıyır. Vallahi ki, sən ana da evində məsuliyyət daşıyırsan, sən də xatırla. Nə olsun ki, sən qadınsan. Sabah sən də Allahın qarşısında dayanacaqsın. Sən ata da xatırla ki, Allahın qarşısında dayanacaq, hamımız. Təzəkkər ya Sufyanu. Nə deyirdi rahiməhullah? Vuqufəkə beynəyə deyirlər. Vallahi bu cümlə dəhşətli cümlədir. Bu cümlə o qəlblər ki, orada iman var, o qəlbləri sirkələməlidir. Allahın qarşısında dayanacağın gündən qorx. Bil ki, etdiklərin yazılır. Və həmçinin barakallahu fikum dedi ki, bunlar hamısı qiyamət günüdür. Həm də bu dünyada. Bəzən olur ki, insan günah eləyir. Bunun neçə dərslərdə danışmışıq. İnsan günah eləyir. Və həmçinin o günahlar var ki, o günahlar gözlərlə olunur. Allah rəhmət eləsin İbn Qayyim rahimehullaha. Deyir ki, gözlərlə olunan günahlar qəlbdəki olan gözü bağlayır deyir. Qəlbin gözü var, bəsirəti. Gözlərlə edilən günahlar, o qəlbdə olan günahlar, qəlbdə olan gözü bağlayır. Bəzən insan günah eləyir, Allah qorusun, və bunun soruq-sualını, belə deyək də, verəcəyini unudur əslində. Fikirləşmir ki, bir günlər buna görə soruşulacaq, subhanallah. Günah edir, günah edəndə insan, bu mövzuya diqqətlə qulaq asaq, barakallahu fikum, bununla da inşallah ki, yekunlaşdırıram. İnsan günah edəndə, Allahı subhanahu wa ta'ala'ni görməzə alır. Nə deməkdir bu? Lisanul hal var, insanın halının dili. İnsan günah edəndə halının dili deyir ki, Allah məni görmür. Bu belədir yoxsa yox? Peyğəmbər sallallahu aleyhi ve sellemə Cəbrail aleyhisselam sual verir. Məl İslamu, məl imanu və məl ihsanu. İslam nədir, iman nədir, ihsan nədir? Hamısı haqqında xəbər verəndə ihsan necə vəsf edir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem?
En ta'budallaha keenneke terahu. Barakallahu fikum. En ta'budallaha keenneke terahu. Deyir ki, Allah'a deyir elə ibadət et ki, onu görmüşdür. Fe illem tekun terahu fe innehu yarak. Bunu bacarmasan bil ki, Allah səni görür. Mövzumuza qaydırıq. Barakallahu fikum. İnsan günah eləyəndə onun dilinin halı deyir ki, Allah məni görmür. Bunun əksi nədir? Kimsə soruşar ki, birdən heç belə olar mı? Əlbəttə ki. Məgər sən iman etməmisən ki, Allah səni hər yerdə görür? Məgər sən iman etməmisən ki, İnnallaha kana aleykum raqibə? Allah sizin üzərinizdə nəzarətçidir. Bəli, iman etmisən. Sən elə günah etməyin, o deməkdir ki, Allah səni görmür deyirsən. Sən belə eləyəndə bizdə də qayda var da, əl-cəzəu min cinsil amel. Əməlin cəzası özünün növündən olur. Sən burada bu cür edəndə, Allahı görməzə vuranda, sabahları sənə həyat yaşırsan da, 50 il, 60 il, 70 il, Allah faydalı itaat üzərində ömür versin. Bəzən görürsən ki, subhanallah, sənin həyatda elə məqamlarda yardıma ehtiyacın olur ki, o yardım sənə gəlmir. Biraz da məsələni genişləndirək. Misal üçün, elə bir məqamdır ki, xüsusi burada yardıma ehtiyac var. Bu yardımı da Allah'tan başqa heç kim elə bilməz. Subhanahu teala. Ümumiyyətlə, bütün yardımları Allah edir. Yəni, elə məqamlar olur ki, əl-məkan dayyıq, yəni dar bir məqamdır. Sən burada xüsusi bir Allahın köməyini görmək istəyirsən. Həmin o kömək sənə gəlmir, subhanallah. Bilirsiniz niyə görə? Neçə illər bundan qabaq günah eləyəndə, hansısa günah eləmişdir. Allah'a qəzəbləndirmişdir, Allah qorusun. Əl-cəzəu min cinsil amel. Əməlin mükafatı özünün növündəndir. Elə o vaxtlar sən Allahı qəzəbləndirəndə, Allahı görməzə vuranda, bugün də sən o yardım olunacaq yerdə Allah səni tərk elədi. Birdən kimsə nə badə fikirləşməsin ki, Allah mənim haqqımda niyə görə belədir? Hər şey. Fəmən vəcədə xayran fəliyəhmədilləh. Kim xeyir taparsa Allah'a həmd etsin. Və mən vəcədə qayra zəlikə fələ yəlumənlə ilə nəfs. Kim də bundan başqası taparsa, özün nəfsin qınasın. Deməli, elə buna da sən səbəb olmuşsan. Bu məsələlər elə məsələlər ki, bunu oturub fikirləşmək lazım. Fikirləşmək lazımdır ki, yəni Rəbbim Subhanahu Teala Rəbbimin haqqı deyil ki, ona günah olmasın. Bunlar hamısı bilirsiniz nəyə qayıdır? Bunlar hamısı ona qayıdır ki, biz həqiqi şəkildə qulluq məsələsi nədir, onu hələ anlamamışıq. Yəni səmihoni, sözün biraz ola bilsin ağır gəlir. Haqqınızı halal edin. Özüm içində olmaq şərti ilə. Yəni həqiqi şəkildə qulluğu anlayan adam heç vaxt bu əməlləri etməz. Mən Allahın quluyam. Və mənim boynum Allahın əmrlərinin qabağında tükdən zəifdir. Mənim boynum Allahın əmrlərinin qabağında. Yoxsa ki, subhanallah, bəzən biz görürsən ki, elə əməllər edirik. Göyə ki, bizim özümüzün şəriətimiz var. Göyə ki, biz özümüz bu əməlləri etməliyik. Və la havlə və la quvvətə illə billah. Ona görə çox ehtiyatlı olmaq lazım. Və əməllərə fikir vermək lazım. Uca Allah'tan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah-u Teala bizi Allah'tan qorxan qullarından etsin. Subhanakallahumma bihamdik, eşhedü en la ilahe illa ente, estağfiruke ve etûbü ileyk. Barakallahu.